SIMA imza dövlət qurumları həllindən istifadə etmək üçün ilk növbədə kabinet.sima.az saytına daxil oluruq. Açılan pəncərəyə digital login vasitəsilə giriş edirik. Kabinetə ilk dəfə giriş edərkən SIMA token və ya asan imzadan istifadə edə bilərsiniz. Sonraki girişlərdə SIMA imza vasitəsilə də kabinetə daxil olmaq mümkündür. Girişi seçdikdən sonra açılan pəncərədə qanuni təmsilçinin kabinetə ilk dəfə giriş etməsi ilə bağlı razılaşma sənədi ilə qarşılaşacağıq. Buradakı məlumatlarla tanış olduqdan sonra müvafiq sertifikatı seçərək sənədi SIMA imza vətəndaş imzası və ya SIMA token hüquqi şəxs imzası ilə imzalayırıq. İmzalama prosesi tamamlandıqdan sonra artıq kabinet açılmış olacaq. Kabinet vasitəsilə əməkdaşa imza hüququ, möhür hüququ, o cümlədən kabinetdəki əməliyyatları icra etmək üçün rol ötürülməsi mümkündür. Əməkdaşa imza hüququ ötürmək üçün kabinetdə əməkdaşlar panelindən imza hüququ ötürmək istədiyimiz əməkdaşı seçərək İdarə et düyməsini klikləyirik. İmza hüququ ötürmək funksiyasını SIMA token və ya SIMA imza ilə icra edə bilirik. Buradan imza hüququ ver düyməsini klikləyirik. Açılan pəncərədə əməkdaşın korporativ e-poçtunu əlavə edib növbətini, daha sonra isə ekranda görünən ərizəni imzalamağı seçirik. İmzalanan ərizə avtomatik olaraq əməliyyatı icra etdiyimiz cihazın yaddaşına yüklənəcək. Son olaraq əməkdaş üçün abunəliyi alırıq. Qeyd edək ki, abunəliyi SIMA imza mobil tətbiqi ilə də almaq mümkündür. Abunəliyi al düyməsini kliklədikdə bizim üçün tariflər paneli açılır. Hazırda kabinetdən istifadə zamanı 3 aktiv tarif var. Aylıq, illik və 3 illik. Bizə uyğun tarifi seçib təsdiqlədikdən sonra əməkdaşın korporativ e-poçtuna imza hüququnun ötürülməsi ilə bağlı məktub göndəriləcək. Buradan da göründüyü kimi imza hüququnu aktivləşdirmək üçün əməkdaş SIMA imza tətbiqinə daxil olaraq qeyd edilmiş ardıcıllıq üzrə əməliyyatları icra etməlidir. Əməkdaş SIMA imza tətbiqinə daxil olur, yeni sertifikat əlavə et bölməsinə keçid edir, şirkətin aktiv və ön məlumatlarını daxil edir, sertifikata ad təyin edir, bu şirkətin adı və sair məlumatlar ola bilər. PIN kodu təyin edir, korporativ e-poçt ünvanına sertifikatı aktivləşdirmək üçün göndərilmiş linkə daxil olur və onu SIMA imza vətəndaş imzası ilə imzalayır. Seçilmiş əməkdaşa yalnız imza hüququ yox, həm də kabinetdəki əməliyyatları icra etmək məqsədi ilə rol ötürmək üçün rol ötürmə panelinə daxil olaraq rol ötür düyməsini klikləyirik. Açılan pəncərədə rol ötürmək istədiyimiz əməkdaşın PIN kodunu daxil edir, verilmiş məlumatların doğruluğunu yoxladıqdan sonra davam et düyməsini seçirik. Ərizənin məzmunu ilə tanış olduqdan sonra sertifikatın əməkdaşa verilməsini təsdiqləyirik. İmzalama prosesi yekunlaşdıqdan sonra əməliyyatın uğurla başa çatdığını göstərən belə bir bildirişlə qarşılaşacağıq. Qeyd edək ki, rol ötürmə təsdiqlədikdən sonra əməkdaşa bununla bağlı e-poçt göndərilir. Burada sertifikatın aktivləşdirilməsi eyni ilə imza hüququnda olduğu kimidir. Rol ötürmüş əməkdaşların ümumi siyahısı ilə buradan tanış ola bilərsiniz.